Jetonum yer basmayı geriyen, İnce donum yer basmayıp yeriyen. Başım baktı evim taktı sevgilim, Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende serbi boylum, Badam yese boylu görünen ince bellim, Topuğunda sarmaşanda kara saçlım, Topuğunda sarmaşanda kara saçlım. Şabadam sığmayan kara kızlım, Koşabadam sığmayan kara kızlım. Kar üstüne kandanmış tek al yanağım, Kar üstünde kandanmış tek al yanağım. Evden çıkıp yürüyende serbi sarmaşanda kara saçlım, Topuğunda sarmaşanda kara saçlım. Jetonum yer basmayı geriyen, İnce donum yer basmayıp yeriyen. Başım baktı evim taktı sevgilim, Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende serbi boylum, Badam yese boylu görünen ince bellim, Topuğunda sarmaşanda kara saçlım, Topuğunda sarmaşanda kara saçlım. Sarmaşanda kara saçlım, Topuğunda sarmaşanda kara saçlım. Sevgilim, güzelim, adaklım. Axşamınız xeyir olsun değerli Kanal S izləyiciləri. Hər birinizi salamlayırıq və bugün bilirsiniz ki, Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr etmişik efirimizi. İstədik ki, bizim layihəmizin yetirmələrini bir daha sizin qarşınıza çıxardaq və biz birlikdə güclüyük ödülü ilə hər biri təltif olunacaqlar. Hansı ki, neçə vaxtı bizim layihəmizdə iştirak edən, əziyyəti olan layihəmizin yetirmələrinə bu ödüllər təqdim olunacaq. Bizim dəyərli qonaqlarımız tərəfindən qonaqlarımızın hər birini salamlayırıq. Başda şəhid anamız Məlayət ana olmaqla, Razi müəllim millət vəkilimiz olmaqla. Nahid, sən də xoş gördük. Buyur, tamaşaçıları salamla. Salam, axşamınız xeyir olsun. Televiziya tamaşaçılarımızı, dəyərli münsiflər heyətinizi, başda şəhid analarımız olmaqla hər birinizi salamlayıram. Bütün iştirakçılarımızı, yetirmələrimizi burada görürəm. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birini təbrik edirəm. Uşaqları bir gün yox, bir ömür müdafiə edə inşallah. Təşəkkür edirəm Nahid. Bəli, uşaqlar bizim gələcəyimizdir. Bu şüarla hər zaman addımlayırıq və bizim
məqsədimiz burada yəqin ki, fikir verirsiniz, diqqət edirsiniz. Həm fiziki məhdudiyyətli layihəmizin yetirmələri var, həm də sağlam uşaqları var. Biz çalışırıq hər zaman ki, bu uşaqların birgə inteqrasiyasını və cəmiyyətə adaptasiyasını bərpa edək və bugün də ona görə yığışmışıq ki, bu uşaqların istedadını hamılıqla bərabər şahid olaq. Və bizim qonaqlarımızı mən təqdim etmək istəyirəm. Bizim dəyərli millət vəkilimiz, hər zaman millətini, xalqını sevən, hər zaman xalqının yanında olan və bizim bütün layihələrimizdə bizi tək qoymayan Razi Nurulayev bizimlədir. Xoş gördük Razi müəllim. Necəsiz? Təşəkkür edirəm. Hər şey yaxşıdır. Və bu günlərin bilirsiniz də Razi müəllim, bu uşaqlara bu ödülləri siz təqdim edəcəksiniz. Biz birlikdə güclüyük adlı ödülü və hər biri çox sevinclidirlər ki, siz bu dəyərli vaxtınızı ayırıb onlar üçün bu günlərimi həsr edirsiniz. Buna görə biz sizə minnətdarımızı bildiririk, təşəkkürümüzü bildiririk. Növbəti qonağımız xeyriyyəçi, filoloq, təlimçi müəllim Zülfiyə Qocayeva. Xoş gördük. Aramıza xoş gəldiniz deyirəm. Hər birinə uğurlar arzulayıram. İnşallah ki, gələcəyimiz bu uşaqlarla bağlıdır və hər birini təbrik edirəm. Təşəkkür edirəm. Bəstəkar müğənni 3000-dən çox şəhidimizə tam təmənnasız şəkildə mahnılar yazan, bəstələyən və bu uşaqların hər zaman təmənnasız yanında olan Ruslan Səfəroğlu bizimlədir. Xoş gördük. Necəsən Ruslan? Mikrofonu götür zəhmət olmasa. Çox sağ olun. Mən də salamlayıram Azərbaycan xalqını, hər kəsi, başda şəhid analarını, qazilərimizi və bu gözəl balaları. Allah onları qorusun. Allah hər birinizi qorusun və gözəl qonaqlarımızı salamlayıram. Sağ olsunlar. Bir neçə millət vəkillərimiz hər zaman bu balaların yanında olur. Təşəkkür edirəm Nazım müəllim. Təşəkkür edirəm Ruslan bəy. Şəhid Emin İsmayılovun bizə əmanəti olan dəyərli şəhid anamız, dəyərlimiz. Həqiqətən siz bizim üçün çox dəyərlisiniz. Məlayət ana bizimlədir. Xoş gördük. Var olun, təşəkkür edirəm Radan bəy. Mən də bütün uşaqları təbrik edirəm. Allah Taala onları həmişə var eləsin. Biz də baxaq onların xoş günlərinə hər zaman sevinək. Çox sağ olun, var olun. Allah sizləri var eləsin. Təşəkkür edirəm. Var olun Məlayət ana. Mənim nömrə 1 psixoloqum. Psixoloq, fizioterapevt, xeyriyyətçi iş xanımı Dürdanə xanım Musayeva bizimlədir. Xoş gördük. Çox sağ olun Rəvan bəy. Xoş gördük hər birinizi. Dəyərli millət vəkilimizi salamlayıram. Dəyərli baş taclarımız olan şəhid analarımızı salamlayıram və bizi ekran qarşısından izləyən dəyərli Kanal S tamaşaçılarını salamlayıram və balalarımızı bugün münasibəti ilə təbrik edirəm. Allah sizləri qorusun, sizlər bizim gələcəyimizsiniz və sizə dərin təşəkkürümü bildirirəm ki, bu gözəl verilişi, bu gözəl bu günü bizə bəxş etmişsiniz ki, biz bu balalarla bir yerdə bu günü qeyd edirik. Təşəkkür edirəm Dürdanə xanım. Var olun. Şəhid Emin İsmayılovun həm anası, həm xalası, bizim dəyərlimiz Sücayət ana bizimlədir. Xoş gördük. Axşamınız xeyir olsun. Çox sağ olun. Biz də darıxmışdıq sizin üçün. Allah sizə can sağlığı versin ki, belə uşaqlarla məşğul olursunuz. Bu sizin bəhrənizdir. Bütün gələn qonaqlarımızı da salamlayıram. Allah sizə can sağlığı versin. Təşəkkür edirik ki, bizi də yada salmışsınız. Təşəkkür edirik. Var olun və bizim açılışımızı yəqin ki, izlədiniz. Nahidlə mənim ifamda incə belim səsləndi və gözəl balalarımız, günəş övladlarımız, tanıyın, tanıdın bizi bir istedad yarışmasının qalibi Məryəm İşxalizadə və tanıyın, tanıdın bizi bir istedad yarışmasının finalisti Rüsalə Əmraslanova. Alqışlayaq onları və Razi müəllim qeyd edim ki, bunlar bizim ilk addım atdığımız layihəmizin yetirmələridir və hər zaman da biz onların yanındayıq çünki seçilmişlərdir və istəyərdim ki, Razi müəllim, buyurun, bu gözəl missiyanı sizə tapşırıram. Məryəm qızımızın ödülünü təqdim edək alqışlarla. Məryəm, gəl bura, gəl bura, Razi müəllimin yanına gəl. Yox, Rüsalə dayansın burada. Qızım, səni təbrik edirik. Bu sənin mükafatın. Buyur. Və bu da Rüsalənin ödülüdür. Gəl Rüsalə. Qızım, bu da sənin mükafatın. Təbrik edirəm. Təşəkkür edirik Razi müəllim, var olun. Və necəsən Məryəm? Hər zaman super ol. Sən necəsən? Yaxşıyam. Hər zaman yaxşı ol. Təşəkkür edirəm Razi müəllim, sizə var olun və bizim qızlarımızı əyləşdirək. Əyləşin. Rüsalə.
Ora əyləş. Sən bura gəl Vüsalə. Və bizim ən dəcəl iştirakçımızı, çünki bayaqdan görürəm dayana bilmir bir yerə, deyirəm çıxışını etsin, onu yola salaq. Yunus Şeydayev, Azərbaycanın, üzr istəyirəm, Azərbaycan Ulduzu 4 istedad yarışmasının iştirakçısıdır Yunus Şeydayev, amma deyirlər ki, reklamlardan dərhal sonra onun çıxışı ilə başlayacaq. Reklamlar. Və bu balacamız, Raziməm, 3 yaşı var kəmi. 3 yaşı var. Bizim Azərbaycan Ulduzu 4 istedad yarışmasının iştirakçısıdır və hər həftə fərqli obrazlarla çıxış edir. Buyurun. Sizi bilirəm, çox incidəcək bugün. Yox, heç bir gözəl, çox gözəl bir ifa etdi, çox gözəl paltarı da var. Bəli, Charlie Chaplin bəli, canlandırıb bugün. Allah saxlasın. Buyur, balaca. Gəl. Gəl səni yola salaq. Get hələlik biraz istirahət edib, birazdan gələrsən. Və növbəti iştirakçını təqdim etmək istəyirəm. Tanıyın bizi 2, üzr istəyirəm, tanıyın bizi 4 istedad yarışmasının finalisti. İkincisi Fatimə Qafarova. Görmə məhdudiyyətli qızımız Fatimə qızımız buradadır və o kim də çıxış edəcək? Buyur. Ruslan Səfəroğlunu dəvət edirəm. Gəlsin Ruslan, mikrofonu götürək. Nəfəs söyləyəcəklər, səslənsin mahnıları. Estikcə əsərdi, yarımın ətri gələrdi. Məni yıxdı sevgi dərdi, nə olar külək bir dəs. Məni yıxdı sevgi dərdi, nə olar külək bir dəs. Gələn ətrin özü gəlməz, mənimlə göz gözə gəlməz. Ona olan eşqim ölməz, bu bir eşqdir deyil həvəs. Ona olan eşqim ölməz, bu bir eşqdir deyil həvəs. Kaş elə bir yer olaydı, orada olmayaydı heç kəs. Bircə sevdiyim olaydı, mən olardım onunla nəfəs. Kaş elə bir yer olaydı, orada olmayaydı heç kəs. Bircə sevdiyim olaydı, mən olaydım onunla nəfəs.
sıxır məni, sıxır qəfəs. Sanki bülbüləm tənhayam, sıxır məni, sıxır qəfəs. Gələr ətri özü gəlməz, mənimlə göz gözə gəlməz. Ona olan eşqim ölməz, bu bir eşqdir deyil həvəs. Ona olan eşqim ölməz, bu bir eşqdir deyil həvəs. Kaş elə bir yer olaydı, orada olmayaydı heç kəs. Bircə sevdiyim olaydı, mən olaydım onunla nəfəs. Kaş elə bir yer olaydı, orada olmayaydı heç kəs. Bircə sevdiyim olaydı, mən olaydım onunla nəfəs. Kaş elə bir yer olaydı, orada olmayaydı heç kəs. Bircə sevdiyim olaydı, mən alardım onunla nəfəs. Nəfəs. Təşəkkür edirəm Ruslan, var ol. Çox sağ ol. Gözəl ürəyin üçün var ol. Çox sağ ol. Sən ki, Siz bu çox uşaqlara şanslısınız dəstək ki, olursun. mənlə oxumusunuz. Bəli. Bəli. Mən Çox sağ ol. sizi çox istəyirəm. Sizinlə çoxlu duetlər oxumaq istəyirəm. İnşallah. Mən də səni çox sevirəm. Həmişə oxuyaq. İnan Yaxşı? Ruslan, yarışmada olan müddətdə İnşallah. hər həftə deyir ki, mən Ruslan əminə nə vaxt oxuyacam, nə vaxt oxuyacam. Demək, həmin gün bu günə imiş qismət. Əslində mənim bu duetdən heç xəbərim yoxdur. Necə düzəldiblər? Maşallah, çox gözəl. Tanıyın, Çox tanıdın ailəsi belədir də. Öpürəm səni. Çox sağ ol. Buyur, əyləş Ruslan sən və Fatimə getmə, hara gedirsən qızım? İstəmirsən, Razı müəllim sənə ödül təqdim eləsin. Bax, o zaman səbirli ol və alqışlayaq. Bura gəl, bizə bıraxın. Qızım, səni təbrik Görmə eləyirəm. məhdəniyyətli Fatimə qızımız. Bax, bu lentalar, heç vaxt bu lentlər unudulmayacaq. Arxiv olaraq Allah qorusun. sizin ömrünüzün sonuna qədər xatirənizdə qalacaq və illər keçəcək. Bəlkə də Fatimə, sən ən məşhur bir müğənni olacaqsan. İnşallah, Amma inşallah. xatırlayacaqsan ki, sənin ilk uğurun sənə ödülü dəyərli millət vəkilimiz Razi Nurullayev təqdim edir. Allah Və arzu qorusun. edirəm ki, həmin illərdə də Razi müəllim Amin, millət vəkili amin. olaraq qalasınız və mənə elə gəlir ki, sizi bir verilişə dəvət eləsə bir fəxr olar ki, illər bundan əvvəl ödül verdiyiniz qız böyüyüb artıq bir populyar bir müğənni olub və İnşallah, səninlə inşallah. Gözəl balada Allah saxlasın. və Fatimə Adamın səninlə ürəyi duet buradan oxuyan Çox, Ruslan qardaşımız, Gülyana xanım da oxuyub səndən. Onları da heç vaxt unutmazsan və yəqin ki, biz də unutmazsan. Buyur, əyləş. Əyləşdirək səni. Burada, yerim buradır. Hələ tamamlamışdı. Hə, ödüllərinizi də əlinizdə saxlayın. Gör, Vüsalə bəş-bəş necə saxlayıb. Deyir, qorxur birdən alarlar əlindən. Heç kim almayacaq, artıq onlar sizin halalınızdır. Və növbəti iştirakçımızı dəvət edək. Tanıyın, tanıdın bizi şeir müsabiqəsinin yarım finalisti Azəri Məhərrəmova. Fon musiqisi səslənsin Azərinin hazırdırsa və Azərin tamaşaçıları salamlasın. Hə, şeirdən sonra salamlayarsın. Yenə də gözlərim gözündə qalıb. Sən olan dünyaya qurban olaram. Əgər həqiqətsən, mən həqiqətə, röyasan röyana qurban olaram. Söhbətin şirindir, gülüşün təzə. Saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq bastığın torpağa, izə, çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada. Bir oxun dəyməsin daşa dünyada. Bu dünya gözəldir, yaşa dünyada. Sən olan dünyaya qurban olaram. Buyur, tamaşaçıları salamla Azərim. Bayramın mübarək olsun. Çox sağ ol. Axşamınız xeyir, Rəvan bəy sizi, kanal rəhbərliyini.
dəyərli münsiflərimizi, dəyərli millət vəkilimizi, şəhid analarını salamlayıram. Mənim indi səsləndirdiyim şeir sevimli şairimiz Ramiz Rövşənin şeiridir. Nəriman Həsənzadənin şeiridir. Təbrik edirəm səni və Razı müəllimi dəvət edək. Sənin də ödülünü təqdim etsin. Buyurun, Razı müəllim. Maşallah, çox ağıllı, çox dərrakəli bir, gözəl bir baladır. Təbrik edirəm səni. Bu sənin mükafatın. Və Azərini alqışlarla yola salaq. Növbəti çıxış üçün dəvət etmək istəyirəm yenidən Ruslan Səfəroğlunu. Ruslan bugün sürprizlərlə qarşılaşır və Azərbaycan Ulduzu 3 istedad yarışmasının qalibi İbrahim Qafarovu dəvət edək. İbrahimlə Ruslanın ana mahnıları var, duetləri var. Və mahnıları səslənsin. Cənnetimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, mən də varam, gülüşünə qurban, mənim anam. Canıma can qatan anam, sən varsansa mən də varam. Sən yaşa ki yaşat məni, mən səninlə bəxtiyaram. Bu ömrü mən olsa çal, aynasına sevgi qatan, ürəyimə sevinc olan. Cənnətimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, mən də varam, gülüşünə qurban, mənim anam. Cənnetimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, mən də varam, gülüşünə qurban, canım anam. Öpüm sənin əllərini, sən duanla yaşat məni. Gəlib daran saçlarımı, uşaqlığa apar məni. Sənsiz qorxar ürəyim, üzülür anam mənim. Saadətim, xoşbəxtliyim, sevincimə sevinən anam. Cənnetimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, mən də varam, gülüşünə qurban, canım anam. Cənnətimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, mən də varam, gülüşünə qurban, mənim anam. Cənnetimsən, mənim anam, sənə qurban, canım anam. Sən varsansa, həyat var, gülüşünə qurban, mənim anam.
Təşəkkür edirik. Ruslan Səfəroğlu. Bütün analarımız üçün olsun bu. Təbii ən əsas şəhid analarımız üçün. Kimin anası da dünyasını dəyişib, Allah rəhmət eləsin. Qalanlara Allah ömür versin. Çox sağ olun. Var ol. Sağ olun. Və İbrahim buyur tamaşaçıları salamla. Mən də hər kəs salamlayıram, kanalı salamlayıram. Şəhid alan qarşısında baş əyirəm. Dəyərli millət vəkilimizi salamlayıram. Və həmin dəyərli millət vəkilimizi dəvət edək, sənin ödülünü təqdim etsin. Alqışlarla. Səni. Bu da sənin hədiyyən, İbrahim. Təbrik edirəm səni. Gözəl oxudun. Təşəkkür edirəm, Razım müəllim. Var olun və İbrahimi də yola salırıq. Növbəti iştirakçımızı dəvət etmək istəyirəm. Tanıyın bizi. 3 istedad yarışmasının yarım finalçısı Zəhra Hüseynova. Qızımızı alqışlayaq. Və müəyyən səbəblərə görə bugün Firuzə xanım bizimlə ola bilmədiyi üçün Zəhra onun mahnısına rəqs hazırlamışdı. Onunla birgə çıxış etmək arzusundaydı. Təəssüflər olsun ki, bugün burada deyil. Amma sən özün onun musiqisini hazırlaşdığın üçün buyurub rəqsini göstərə bilərsən. Səslənsin musiqisi. Ömür güdək, gün güdək, dözməyir buna ürək. Qoyma məni qalım tək, gözləyirəm yol. Ömür güdək, gün güdək, dözməyir buna ürək. Qoyma məni qalım tək, gözləyirəm yol. Xəyallar dumanında, fikrimin hər anında. Fikrimin hər anında gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu. Yollar tükenen değil, ötse aylar keçseyir, gözlerim belə deyir, gözləyirəm yolunu. Yollar tükenen değil, ötse aylar keçseyir, gözlerim belə deyir, gözləyirəm yolunu. Xəyallar dumanında, fikrimin hər anında. Fikrimin hər anında gözləyirəm yolunu, gözləyirəm
Təşəkkür edirik Zəhra Hüseynova. Tanıdım bizi. 3 istedad yarışmasının yarım finalçısı. Buyur, xoş gördük. İstiqamət sizə tamaşaçıları salamlayıram. Can, biz də sənə təşəkkür edirik və Razi müəllimi dəvət edirik yenidən. Tanıdım bizi 3 fiziki məhdudiyyətlər üçün olan istedad yarışmasının Qızım, səni təbrik edirəm. Çox sağ ol. Təbrik edirəm səni. Təşəkkür edirik. Uğurlar arzu edirik Zəhra sənə də. Buyur, əyləş. Və növbəti iştirakçını dəvət edək. Pilağa Məhərrəmli, tanıdım bizi. 3 istedad yarışmasının finalisti. Xoş gördük Pilağa səni və fon musiqisi səslənsin, zəhmət olmasa Pilağanın. Salam, axşamınız xeyir olsun. Bütün iştirakçılara salamlayıram. Mehriban bağlar, əziz uşaqlar. 1 iyul gününüz mübarək olsun. Sübh və məhəbbətlə yansın ocaqlar. Qəlbiniz sevinclə, fərəhlə dolsun. Sizin müdafiə gündür bugün. Atalı, analı, vətənli olun. Bütün günləriniz olsun toy düyün, böyük əməllərlə, işlərlə dolun. Azad ölkəmizdə indi siz uşaq. Sizdən yetişəcək yazıcı aləm. Sabah olacaqsınız arxa və dayaq, mühəndis, diplomat, müəllim, həkim. Yetişin vətənə layiqli övlad. Qoruyun hər qarış torpağı daşı. Adınız vətənə yaraşan beyat, ucalsın sizinlə vətənin başı. Üçrəngi bayrağı ucada tutun. Ox olub düşmənin gözünə batın. Qoymayın vətəndə yadquş da uça, vətəni satanı ocağa atın. Təşəkkür edirik. Pilağa Məhərrəmli və Razi müəllimi dəvət edək. Pilağanın da ödülünü təqdim edək. Sizə bugün çox əziyyət verdik. Yox, xoşdur, mənim üçün çox xoşdur. Təbrik eləyirəm səni. Təbrik eləyirəm. Pilağa görmə məhdudiyyətlidir, amma təbrik eləyirəm səni. Təbrik eləyirəm. Gözəl istedadı var, təbrik eləyirəm. Təşəkkür edirik və reklamlara keçid alırıq. Reklamlar. Artık seninle duramam. Bu akşam çıkar giderim. Hesabım kalsın mahşere, elimi yıkar giderim. Sen zahmet etme yerinden, gürültü yapmam yerinden. Parmaklarım üzerinden su gibi akar giderim. Artık sürersin bir sefa, ne cismim kaldı ne cefa. Şikayet etmem bu defa, dişimi sıkar giderim. Uzar mı sandın altılar, belaya atılar giderim. Kurşun gibi, mavzar gibi, dağ gibi patlar giderim. Bozar mı sandım acıları, belaya atlar giderim. Kurşun gibi, mavzer gibi, dağ gibi patlar giderim. Kaybetsem bile her şeyi, bu aşkı yırtar giderim. Sinsize olmaz gidişim, kapıyı çarpar giderim. Sana yazdığım şarkıyı sazımdan söker giderim. Ben ağlayamam bilirsin, yüzümü döker giderim. Köpeklerimden
duruşundan yavrumdan çayar giderim. Senden aldığım ne varsa yerine koyar giderim. İstirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem üzülme, kafama sıkar giderim. Ezdirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem, üzülme, kafama sıkar giderim. Fatime, artık seninle duramam. Bu akşam çıkar giderim. Hesabım kalsın mahşere, elimi yıkar giderim. Kafama sıkar giderim. Təşəkkür edirik və Fəqanı da dəvət edək səhnəyə. Gəl Fəqan, gəl. Hə, oradan gəl elə. Fəqan və Fatimə bacı qardaşları, tanıyın, tanıdın bizi. 2 istedad yarışmasının finalistləri idi, ikinciləri idi. Buyur, salamla tamaşaçıları Fatimə. Mən də hər birini salamlayıram. Şəhid anaların qarşısında baş əyirəm, onları da salamlayıram. Hər birinizə təşəkkür edirəm. Sağ ol. Fəqan da buyursun, salamlasın. Mən də hər kəsi salamlayıram, dəyərli izləyicilər, dəyərli ekspertlər, millət vəkili və Rəvan bəy, Nahid bəy. Hər birinizə təşəkkür edirəm. Təşəkkür edirəm. Ruslan, sənə də təşəkkür edirəm. Var ol ki, bu uşaqların hər zaman yanındasan. Amma bir dənə də duet Fəqanla oxuyarsan. İnşallah. Neçə vaxtı Fəqan istəyir səndən oxumaq. Hamısını oxuyarıq. İnşallah. Təşəkkür edirəm. Var ol. Və Razi müəllim, bu bacı qardaşlarımızın da ödülünü siz təqdim edin. Alqışlayaq. Allah saxlasın. Görmə məhdudiyyətli gözəl balalarımız. Bu kim? Fəqan və Fatimə. Fəqan və Fatimə. Təbrik edirəm qızım. Təbrik edirəm. Təbrik edirəm. Təbrik edirik sizi. Uğurlarınız bol olsun. Fəqan və Fatimə. Və sizi əyləşdirək. Təşəkkür edirik Razi müəllim. Və növbəti iştirakçımızı dəvət edək. Növbəti iştirakçımız tanıyın, tanıdın bizi. 3 istedad yarışmasının finalisti Mansur Rəhimov. Görmə məhdudiyyətli bizim qardaşımız. Mansur nifası səslənsin, zəhmət olmasa və xoş gördük Mansuru. Çox gözəl fikirdir, qal sənə qurban. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərinlə al sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərinlə al sənə qurban. Sən müşfiqin yanında, qal günan sənə qurban. İstəsən bu canımı, al günan sənə qurban. Sən müşfiqin yanında, qal günan sənə qurban. İstəsən bu canımı, al günan sənə qurban. Gelmiş huzuruna bir qara dağlı, bir qara qulundur qolları bağlı. Gelmiş huzuruna bir qara dağlı, bir qara qulundur qolları bağlı. Gel çəkmə sinəmə sən icran dağı, gümüş topuğunda xal sənə qurban. Gel çəkmə sinəmə sən icran dağı, gümüş topuğunda xal sənə qurban. Sən müşfiqin yanında, qal
al inan sənə qurban. İstəsən bu canımı, al inan sənə qurban. Sən müşfiqin yanında, qal inan sənə qurban. İstəsən bu canımı, al inan sənə qurban. Sən müşfiqin yanında, qal inan sənə qurban. İstəsən bu canımı, al inan sənə qurban. Sən müşfiqin yanında, qal inan sənə qurban. İstəsən bu canımı, al inan sənə qurban. Təşəkkür edirəm Mansur, xoş gördük səni. Salam, axşamınız xeyir olsun. Mən də ekran qarşısından bizi izləyən tamaşaçılarımızı salamlayıram və dəyərli ekspertlərimizi salamlayıram. Sizləri salamlayıram. Çox sağ olun dəvətiniz üçün. Öncə onu deyim ki, oxuduğum mahnının sözləri Mikail Müşfiqindir, musiqisi də Ələkbər Tağıyevindir. Təşəkkür edirəm və Razım Əlim. Mansur da bizim çox istedadlı yetirməmizdir. Tanıyın tanıdın 3 istedad yarışmasının finalisti olub və istəyərdik ki, onun da ödülünü təqdim edək. Təbrik edirəm. Təbrik edirəm. Mansur da görmə məhdudiyyətlidir, amma həqiqətən çox gözəl səsi var və yarışma boyunca özünü layiqincə Çox gözəl də ifa elədi. Təbrik edirəm. Təşəkkür edirəm. Uğurlar sənə Mansur və sənə kömək edeyim əyləş. Davam edirik dəyərli izləyicilərimiz. Və bizim balaca Günəş övladımız var. Azadə qızımız. Gəl, gəl. Azadə qızımız Respublikamızın xalq artisti Həmidə Ömərovanın oynadığı obrazlardan bir parça canlandıracaq burada. Müəyyən səbəblərə görə Həmidə xanım bizimlə ola bilmədi, amma bayaqlarım zəng vurdu və dedi ki, Razım Əlim oradadırsa, bilirəm ki, Razım Əlim mənim əvəzimə ödülü təqdim edəcək və salamlayırıq Həmidə xanımı, alqışlayırıq onu. Buyur, Azadə, səhnə sənindir. Bilirsən, mən sənin yanıva öz dərdimlə gəlmişəm. Nə dərd? Sən nə dərdin ola bilər? Sən Allah inciməzsən. Bu nə deməkdir? İstəyirsən 5 söz dey, incimərəm, de. Şirbalaşa. Ayca. Bilirsən, vallah gecə-gündüz fikir eləyirəm. Heç özümə gələ bilmirəm. Fikirləşirəm ki, sənin kimi gözəl insan, mehriban, səmimi insan, maraqlıdır. Niyə indiyəcən belə? Nə? Su bayqalıdır. Qadası, gözəlim, keç otur. Mən nə biləydim ki, mələklər 20 ildən sonra səni alternativsiz mənə namizət göstərəcəklər, hə? Bilirsən, Nə? eri işləri körlayan budur da. Qorxuram ki, qardaşlarım bilsə, bizim yaş fərqimizi, Nə olsun? mənim başıma oyun açarlar. İxtiyarları yoxdur. Vallahi ixtiyarları yoxdur. Onlar kimdir? Sevgi azaddır. Bir-birimizlə belə söz danışma günən. Niyə? Vallahi səni mənə verməsələr öldürərəm özümü. Doğrudan? Qalk şey. Təşəkkür edirik. Azadə, getmə. Ay Azadə, gəl bura qızım. Gəl bura. Hələ sən ödülünü təqdim etməlidir axı Razım Əlim. Alqışlarla Razım Əlim ödülünü. O gözə o təqdim eləsin. Buyur. Təbrik edirəm qızım səni. Azadə danışma məhdudiyyətlidir və Günəş övladımızdır. Amma həkimlər deyir ki, onun sağalma ehtimalı var. İnşallah sağalar. Bir neçə müddətdən sonra inşallah ki, danışa bilər. İnşallah da danışdığını da bayram edərik. İnşallah. Təşəkkür edirəm Razım Əlim və Azadə, gəl əyləş qızım. Digər, yaşqo təmizliyim mən, yaş. Digər iştirakçılarımızın gözlədikləri var, hansı ki, bilirsiniz ki, müəyyən səbəblərə görə bizim dəyərli sənətkarlarımız biraz gecikirlər. Respublikamızın xalq artisti Gülyaz Məmmədova, Azərbaycan və Özbəkistan xalq artisti Gülənaq Məmmədova yoldadırlar, onları gözləyirik. İnşallah ki, efrimizin sonuna qədər gəlib çatarlar və bu uşaqların gözləri yolda qalmaz. Çünki yerdə qalan digər uşaqlar yarısı Gülənaq xanımla, yarısı Gülyaz xanımla çıxış edəcəklər. Və Respublikamızın əməkdar artisti Nainə xanım İbrahimova da gəlir, yoldadır. Bu balaca modellərimiz onunla çıxış edəcəklər. Gözləyək, inşallah ki, yaxşı olar və mən təşəkkürlərimi bildirmək istəyirəm. Zülfiyə xanıma təşəkkür edirəm, Dürdanə xanıma təşəkkür edirəm ki, bu günlərin, bu uşaqların yolunda onların da bir əməkləri var. Müəyyən bizim işlərimiz olur ki,
lazım olur və həmin dəstəklərdə hər zaman Zülfiyə xanım Qoçayeva və Dürdanə xanım Musayeva dəstək olur. Mən ona görə sizə təşəkkür edirəm. Reklamın hələ vaxtına var deyirlər. Mən deyərdim ki, nə qədər ki vaxtımız var, bizim Fəqan, bax Ruslan, Fəqan səndən küsüb. Deyir, mən də istəyirəm ondan mahnı oxumaq. Onun heç kimlə dueti olmadığı üçün bugün məcbur tək oxuyacaq. Amma dəvət edək Fəqanı, alqışlayaq Fəqanımızı, gəl Fəqan. Bax Fəqan, Ruslan sənə söz verib, amma bunlarda qısqanclıq da var ha. Başçısı Fatimə deyir ki, oxumasın. Mənlə oxusun deyir Ruslan. Bilirəm. Mən hər gün rayonlarda şəhid məclislərində, yəni studiya elə olur ki, həftələrlə gəlib çıxa bilmirəm. Ona görə üzürlü sayın, amma söz verirəm ki, hamısını eləyəcək inşallah. Eşitdin Fəqan? Görürsünüz, üzü güldü. Bu uşaqlar bilmirəm, səni nə qədər çox istəyir. Təsəvvür elə, əllərində olsa, hamısı səndən oxuyardılar. Və mahnısı səslənsin Fəqanımızın. Kimdir bu torpaqları azad edən, kimdir bu üçün xalqımızı şad edən, kimdir bu dünyaya salıb vəlvələ, kimdir bu tarixdə belə ad edən, kimdir bu tarixdə belə ad edən, kimdir bu kəs ismi düşüb dillərə, var necə bir sevgisi sakinlərə, kimdir o kəs yoxdur onun bənzəri, kimdir o bənzərdi ulu öndərə, yalnız o bənzərdi atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Cənab Ali Baş Komandan Əliyev, siz bu qalib xalqın liderisiz. Bir addım atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Bizim Ali Baş Komandan Əliyev, siz bu xalqın qalibi liderisiz. Şaddı şəhidlərimizin, eşqi ürəyimizdə igidlərimizin, dalğalanır bayrağımız zirvədə, baş əyrəm önündə qazilərimizin, baş əyrik önündə qazilərimizin. Qazilər bu seçkiyə bayram dedi, vətəndaş öz seçimini sağlam dedi, bir yerə cəm oldu gözəl xalqımız, seçkilər günü hamı ilham dedi, seçkilər günü hamı ilham dedi. Addım atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Cənab Ali Baş Komandan Əliyev, siz bu qalib xalqın liderisiz. Bir addım atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Bizim Ali Baş Komandan Əliyev, siz bu xalqın qalibi liderisiz. Sərdəfə məmurlara, siz öncə diqqətli olun bunlara. Xalqıma zülm etməyin, incitməyin, ən birinci ciddi bu qanunlara. Siz hər zaman hörmət edin onlara. Xalqımızın alına yanan rəhbəri, xalqına qəlbən inanan rəhbəri. Yoxdur heç bir ölkənin bu şəkildə sevgi, məhəbbət qazanan rəhbəri, sevgi, məhəbbət qazanan rəhbəri. Atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Cənab Ali Baş Komandan Əliyev, siz bu qalib xalqın liderisiz. Bir addım atmadınız gerisiz, aldınız işğal olunan hər yerisiz. Bizim Ali Baş Komandan Əliyev, siz bu xalqın qalibi liderisiz. Gözəl xalqımızın vəhdəti, hər dəfə dəstəkləyirik dövləti. Qeyrəti dünyanı gəzir xalqımın, alidir millətdə vətən qeyrəti, alidir millətdə vətən qeyrəti. Düşməni qorxutdu hər an kölgəmiz, çox şeyə qadirdir bizim ölkəmiz. Bayrağımız sancılıb hər bir yerə, gör necə
Davam edirik dəyərli izləyicilərimiz və bu günlərim tanıyın bizi və Azərbaycan Ulduzu istedad yarışmalarının iştirakçılarının çıxışlarını izləyirik və bugün onlara görürsünüz ki, ödüllər təqdim olunur. Dəyərli millət vəkilimiz Razi Nurullayev tərəfindən Nəhayət Gülyaz Məmmədova da Respublikamızın xalq artisti dəyərli ustadım 5 dəqiqəyə çatır deyilənə görə və onunla bir neçə uşaqlar var ki, çıxış edəcəklər. Amma indi isə istəyərdim ki, Razi müəllimin fikirlərini eşidək. Ümumiyyətlə, layihəmiz barədə bu uşaqlarla bağlı fikirlərinizi eşidək. Buyurun, Razi müəllim. Birinci növbədə qeyd edeyim ki, tədbirlər, verilişlər çox təşkil etmək olar. Bu cür yarışmalar, mahnı yarışmaları, rəqs yarışmaları, amma məhz fiziki məhdudiyyətli uşaqlarla bağlı bunu etmək xüsusi maharət və dözüm tələb edir. Mən indi görürəm onların valideynlərini, müəllimlərini nə qədər əziyyət çəkirlər. Çünki onları idarə etmək, onları öyrətmək, onları nəyisə izah etmək təbii ki, bu digər uşaqlara nisbətən onlarla dəfə çətindir və təbii ki, onların valideynlərinə təşəkkür etmək lazımdır, müəllimlərinə təşəkkür etmək lazımdır ki, o cür övladları böyüdürlər. Və Rəvan, sənə təşəkkür etmək istəyirəm ki, bu cür uşaqları sən cəmiyyətə təqdim edirsən. Çünki o uşaqların buna ehtiyacı var. Onlar özlərinə qapılırlar, bir evdə yaşayırlar, çölə bayrağa o qədər çıxmırlar. Amma indi onları bütün Azərbaycana təqdim etmək, onları sevindirmək, onların istidadını üzə çıxarıb cəmiyyətə göstərmək bu böyük bir xeyirxah işdir. Elə bil ki, sən bir neçə dəfə hacca gedib gəlirsən və sənə də artıq, yəni ki, bax bu elə bil Allahın dərgahında böyük bir iş görürsən. Bu məni sevindirir, mən də ona görə gəlirəm. Çünki o cür uşaqların birini sevindirmək, bilirsiniz nə qədər savabdır. Və burada oturan şəhid anaları da, mən onları da salamlayıram. Zülfiyə xanım, bax, gəlir. Və Razi müəllim, Dürzanə xanım, bax, burada olan indi gələn o bizim xalq artistlərimiz, digər mədəniyyətin sənət xadimləri görün, nə qədər xeyirxah bir işlə məşğuldular. Və indicə bir xəbər aldım ki, Güləna xanım da yoldadır. Sevindim, biraz üzüm gülür. Alqışlayaq. Baxın, əsl sənətkarlarımız belə olur. Baxmayaraq ki, işləri yoğundur, baxmayaraq ki, çatdıra bilmirlər, amma sonunda da olsa özlərini yetişdirəcəklər. Çünki bu uşaqlar onların yolunu gözləyir. Və əminəm ki, bugün uşaqların bayramıdır, onları biz üzmərik. Onlarla çıxış edən sənətkarlarımız da onları üzməzlər. Və efirimiz bitənə qədər, hələ ki, yarım saatımız qalıb. Yarım saat ərzində çox güman ki, özlərini yetişdirərlər. Mən sizə təşəkkür edirəm ki, Razi müəllim, bilirəm ki, sizin bu günlərim çox vacib işləriniz var idi, amma təşəkkür edirəm ki, bizim yanımızda oldunuz və bizə yox demədiniz. Bu cür tədbirləri biz zaten bir çox kinoteatrlarda, bir çox dövlət zallarında etmişik. Amma düşündük ki, bu dəfə canlı yayımda bunu etsək daha maraqlı olar. Biri var bizi 500 nəfər izləsin, 500 nəfərin qarşısında çıxış edək. Bir də var ki, bizi mavi ekranların arxasında milyonlarla insanlar izləsin. Və düşündük ki, milyonlarla insanların qarşısında bu uşaqların istedadını bir daha göstərmək, həm onların bayram münasibəti ilə onlar üçün bir təbrik olar, həm də bizim də az da olsa qəlbimiz sevinər. Çünki bu uşaqlar sevinəndə biz də sevinirik. Biz hər birimiz, siz hər biriniz bu uşaqlar üçün çalışırıq ki, onların gələcəyini parlaq edək. Onların gələcəyi üçün əlimizdən gələni əsirgəmirik və əsirgəməyəcəyik də. Çünki hər birinin fərqli istedadları var. Bugün burada oxuyanı da eşitdik, rəqs edəni də eşitdik, izlədik, şeir deyəni də eşitdik və digər fitri istedadı olan, bacarıqları olanları da izlədik. Əminəm ki, bundan sonra da bizim bu uşaqların istedadlarını bütün bizi izləyənlər görəcək. Zülfiyə xanımın da fikirlərini eşitmək istəyirəm. Buyurun Zülfiyə xanım. Rəvan bəy, öncəliklə mən dəyərli millət vəkilimizə minnətdarlığımı bildirirəm ki, doğrudan da o dəyərli vaxtını bizim balalarımıza sərf edib gəldiyi üçün və bizim üçün də çox xoş oldu bu balaca uşaqları, balaları sevindirmək. Onun sözlərinə qoşuluram, yəni dəstəkləyirəm bir daha da ki, doğrudan da elə ziyarət də budur, yəni o həcə gedib gəlmək də budur, yəni bu balaları sevindirmək, onların üzündə bir gülüşü görmək özü bir ziyarətdir. Ondan əlavə baxırsan, hərəsinin öz dünyası var, hərəsinin öz iç dünyası var
bayaq mən oxuyanda balamızın biri Fatimənin əl çaldığını görürdüm və hətta musiqini sanki duyaraq öz aləmində. Qafarovanı deyirsiniz yəqin ki. Bəli, bəli. Fatimə balamız deyilmi? Bəli, bəli. Fatiməmiz bugün çoxdur. Qafarova var, Dostməmmədova var, Qasımlı var. Maşallah, Fatimələrdən boluq. Yəni öz aləmində o mahnını sanki özü özlüyündə aranjman eləyirdi, belə deyək. Ona görə də onlara dəstək olmaq lazımdır və dəstək olan bütün şəxslərə minnətdarlığımı bildirirəm. Sizə də sonsuzdur. Təşəkkür edirəm və mənə deyirlər ki, Gülyaz xanım artıq buradadır. Uşaqlar, rahat olun. Gülyaz xanım buradadır. Bir neçə dəqiqədən sonra yanımızda olacaq. Amma ona qədər istəyərdim ki, ekspertlərimizin fikirlərini eşitək. Ruslan, sənin fikirlərini eşitək. Zülfiyə xanım, təşəkkür edirəm. Var olun. Minnətdarım. Ruslan, buyur. Çox sağ olun. Mən də təşəkkür edirəm bir daha millət vəkilimizə, şəhid analarımıza, xanımımıza. Mən bir şey demək istəyirəm. Yəni, Azərbaycan Respublikası həqiqətən Allah Ali Başkomandanımızı qorusun. Bizi bütün dünyaya tanıtdırdı. Qalib xalq kimi. Və gördüyümüz kimi də görürsünüz, bizim birinci xanımız Mehriban xanım, Leyla xanım çox dəstək olurlar. Uşaq evlərinə, qocalar evlərinə, hər onların yanındadılar. Və mən istəyərdim ki, mən səndə olan çətinlikləri Rəvan bəy görürəm. Yəni, biraz çətinliklərin olur, sıxıntıların olur, borcla, xərclə, valideynlərlə, çətinliklə bu işləri görürsünüz. Mən istəyərdim ki, sizə həqiqətən dövlət tərəfindən dəstək olsun ki, bu balaları daha da ürəyin istəyəniz qədər kömək eləyəsiniz. Təşəkkür edirəm Ruslan, var ol, minnətdaram. Təbii ki, dəstək nə qədər çox olarsa, bir o qədər də çox işlər görmək olar. Baxın, bizim uşaqların sayı artıq 120-yə çatıb. Təsəvvür edin, 4 layihənin yetirmələri say olaraq, baxın, tanıdın artıq 5-ci layihəmizdir, fiziki məhdudiyyətlər üçün olan. 5-ci buraxılış bitir, 2 həftədən sonra 6-cı buraxılış başlayır. Azərbaycan ulduzu artıq 4-cü buraxılışdır. Tanıyın bizi şeir müsabiqəmiz var, tanıyın bizi model yarışması var, hansı ki 2-ci buraxılış başlayır. Ümumilikdə 120 uşaq var və nə qədər bizim üçün çətindir ki, onları bir-birinə ayıra bilmirik. Amma məlum səbəblərə görə biz hamısını bir araya yığmağımız mümkün olmur. Üstünə bir şey deyim, bizi hal-hazırda Moskvadan baxırlar. Salamlayırıq. Hə, yəni baxın, eləncə uşaqlara görə bizim də bir qohumumuz Moskvada yaşayır. Onun da uşağında Leyladır, qızın adı, o da biraz narahatdır. Yəni salamlayıram buradan bütün bizi izləyən dünyanın hər yerindən. Biz də salamlayırıq. Alqışlarımızı göndəririk. Bəli. Çox sağ olsun. Azər qardaşımı salamlayıram və S kanalının rəhbərinə təşəkkür edirəm. Təşəkkür edirəm. Ki, bu şəraiti sizin üçün yaradı. Var olun. Mənim dəyərlim, gülən üzüm, Məlayət anam. Necəsən? Çox sağ ol. Bura gələndə demişəm, hər zaman yaxşı. Mən də səni görəndə yaxşı oluram. Bilmirəm niyə. Həqiqətən də mən bura gələndə ruhən dincəlirəm, bu uşaqları görürəm. Bunlar mənə o qədər... Bilsən sənin nə qədər Allah sənə nurani üz verib, sima verib. Hansı ki, bax bir insan bir insana, qarşı tərəfə xoş auranı ötürə bilirsə, dünyanın ən xoşbəxt insanıdır. Hansı ki, siz bu auranı, bu gözəlliyi kənardakı insanlara ötürə bilirsiniz. Alqışlayaq Məlayət ananı. Buyurun. Çox sağ olun Rəvan bəy. Təşəkkür edirəm Nurullah bəy, Zülfiyə xanım, Ruslan müəllimə. Həqiqətən də təşəkkür edirəm ki, bu qədər. Mən Ruslan müəllimin yanındayam, mən onun nə qədər əziyyət çəkdiyi, nə qədər ağır iş gördüyüm mən bilirəm. Onunla belə vaxt tapıb bu uşaqlar üçün yazır, hər zaman əlindən gələni eləyir. Rəvan bəy, sənə çox təşəkkür edirəm. Var olun. Həqiqətən sənə çox təşəkkür edirəm ki, bu uşaqların sevinci, bunlar sizi görəndə nə qədər sevinir, onu mən qıraqdan görürəm. Nahidi görəndə, səni görəndə nə qədər, bunların nə qədər ürəyi şad olursa, nə bilim valla, Allah sizin mükafatınızı verəcək. Çünki bunları sevindirmək hər şey deməkdir. Uşaqlar da mənim ən zəif yerimdir. Onlar da mən hər zaman onların içində oluram. Bura gələndə Rəvan, mən o qədər rahat oluram. Uşaqları görəm. Bəzən kövrəlirəm, amma valideynlər inciməsin məndən. Mən ona görə mən onları görəndə sevinib kövrəlirəm. Allah hamısını var eləsin. Allah sizləri var eləsin. Təşəkkür edirəm. Çox sağ olun. Mənim dəyərlim psixoloqum. Nə vaxt ara düşürəm, yığıram, zəng vururam. Həqiqətən çox dəyərli bir psixoloqsuz, işinin peşəkarı bir psixoloqsuz. Hansı ki, 2 kəlmə sözü ilə məni özümə qaytaran bir insan. Təşəkkür edirəm Dürdanə xanım, buyurun. Çox sağ olun, təşəkkür edirəm Rəvan bəy. Bir daha bu gözəl
şirin balalarımızı, gələcəyimiz olan balalarımızı təbrik eləyirəm. Gələn günləri xeyirli, uğurlu olsun və dəyərli millət vəkilimizə təşəkkür eləyirəm bu gün də bizlə olduğu üçün. Mütəmadi olaraq tədbirlərimizdə, konsertlərimizdə bizi tək buraxmırsınız. Çox sağ olun. Ruslan Səfəroğlu, sizə dərin təşəkkürümü bildirirəm. Uşaqları yalnız qoymadığınız üçün və dəyərli şəhid analarımız. Və ən böyük təşəkkür Rəvan bəyə düşür ki, həqiqətən çox gözəl bir missiyanı üzərinə götürüb. Mən hər zaman bunu qeyd edirəm ki, bu missiyanı Rəbb verib bu şəxsiyyətə. Hər insana bu missiya verilmir və əlhəmdülillah ki, bu missiyanın öhdəsindən layiqincə gəlir və Rəvan bəyin bir şüarı var, bir amalı, məqsədi var. Bu uşaqları dünya arenasına çıxartmaq və mən ümid eləyirəm, belə də olacaq inşallah. Təşəkkür edirəm Dürdane xanım, var olun, minnətdaram. Bizim dəyərlimiz Sücayət ana. Bir daha xoş gördük sizi. Rəvan bəy, həqiqətən də yəni mən çox düzünü deyirəm, çox minnətdaram ən birinci sizə. Ona görə ki, insan öz evində bir övladını, yəni hardasa əziyyətlə böyüdür. Amma bu da sizin evladlarınızdır. Çox bunlara əziyyət çəkirsiniz, həyəcan keçirdirsiniz. Allah sizə dəyməsin, Allah sizi qorusun. Bir söz deyim, yəni deyəcəm. Siz bayaqları uşaq oxuyanda dedi ki, Ruslan müəllimlə küsüb. Yəni, istəyir ki, Ruslan müəllimlə oxusun. Siz inanın, neçə şəhid anası varsa, Ruslan müəllim onların hamısını eyni öz anasına qoyduğu hörməti qoyur, o qədər əziyyət çəkir. Amma bəzən onlar küsürlər. Yəni, bu da doğrudan istəkdən irəli gəlir ki, gör Ruslan müəllimi onlar nə qədər. Elə bir ki, balalarının hardasa ətrini, balalarının sağlamlığını doğrudan da Ruslan müəllimlə, o böyük bir tədbirə layiqdir, onu alqışlamaq lazım. Var olun, Allah canını sağ eləsin. Çingiz xanı dəvət edirəm, gəl bura. Azərbaycan Ulduzu 4 istedad yarışmasının iştirakçısı Çingiz xan Osmanlı kiminlə çıxış edəcək? Artıq rahat nəfəs alıram. Çünki o insan buradadır. O hər zaman mənim yanımda olanda məni özümə qaytarır. Alqışlayaq Azərbaycan Respublikasının xalq artisti, dəyərli ustadım Gülyaz Məmmədova mahnısı ilə birbaşa. Mənə gəl, diləyimi tut, sevincinin hər şeyi həyatda unut. Mənə gəl, diləyimi tut, sevincinin hər şeyi həyatda unut. Güncümülə gəl mənimlə ürəkli ol, göz qaşı ilə bir sevgilə ürəyimə dol. Güncümülə gəl mənimlə ürəkli ol, göz qaşı ilə bir sevgilə ürəyimə dol. La 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 la.
mənə gəl, diləyimi tut. Sevincin hər şey həyatda unut. Mənə gəl, diləyimi tut. Sevincin hər şey həyatda unut. Hincimlə, gəl mənimlə, ürəkli ol. Göz qaşıyla, bir sevgiyle ürəyimə dol. Mənə gəl, diləyimi tut. Sevincin hər şey həyatda unut. Mənə gəl, diləyimi tut. Sevincin hər şey həyatda unut. Hincimlə, gəl mənimlə, ürəkli ol. Göz qaşıyla, bir sevgiyle ürəyimə dol. Hincimlə, gəl mənimlə, ürəkli ol. Göz qaşıyla, bir sevgiyle ürəyimə dol. Təşəkkür edirəm Respublikamızın xalq artisti Gülyaz Məmmədova. Can, necəsiz? Salamlayıram bu gözəl axşamda hər birinizi. Can, öpürəm analarımızın əlindən, üzündən. Durmayın. Ay can, mən sizə qurban olum. Və Razım müəllim, sizi dəvət edirəm səhnəyə. Çingiz xanımızın da ödülünü təqdim edək. Dəyərli millət vəkilimiz. Mənə yox, sənə. Sizin üçün gətirib. Can. Sağ olun, sincəs Razım müəllim, can. Buyurun, can. Və alqışlarla Razım müəllim Çingiz xanın ödülünü təqdim etsin. Qeyd edim ki... Təbrik edirəm səni. Çox sağ olun, çox. Razım müəllim, var olun, təşəkkür edirəm sizə. Çingiz xan, buyur, əyləş. Və bizim növbəti qonağımız da buradadır, amma sizin bir çıxışınız da var, Gülyaz xan. Hə, gülləri qoyaq. Aylin Rüstəmlini dəvət edirik, vaxtımız getməsin. Və bizim bir növbəti qonağımız da buradadır, dəyərli sənətkarımız. Birazdan onu da təqdim edəcəm. Və sizə sonsuz təşəkkürümü bildirəm ki, bu uşaqları bugün tək qoymadınız. Biz biraz gecikdik, bəli. Mahnımız səslənsin ki, vaxtımız getməsin. Bəli, canım. Ya derdime şerik ol, her
edirəm. Və Razi müəllimi dəvət edək, ailəmizin də ödülünü təqdim edək. Razi müəllim. Allah saxlasın bu balalarımızı. Çox təşəkkür edirəm Gülyan. Qızım, təbrik edirəm səni. Maşallah sənə. Var olun. Bilirəm, vaxt yoxdur, danışmıram. Maşallah. Təbrik edirəm. Gözünüzü yetişdirdik. Təşəkkür edirəm. Siz əyləşin, çünki bir dənə də sonda mahnımız olacaq. Və ailəni də yola salırıq. İndi isə Leyla Məmmədovanı dəvət edirəm. Azərbaycan ulduzu və qeyd edim ki, Aylin Rüstəmli Azərbaycan ulduzu 1 istedad yarışmasının finalisti olub. Leyla Məmmədova isə Azərbaycan ulduzu 4 istedad yarışmasının iştirakçısıdır. O çıxış edəcək. Azərbaycanın və Özbəkistanın xalq artisti, dəyərli sənətkarımız, pedaqoq Gülyanaq Məmmədova ilə birbaşa mahnısı ilə dəvət edək hər ikisini. Təşəkkür edirik dəyərli sənətkarımız Gülyanaq xanım. Var olun, minnətdaram sizə. Və Razi müəllimə təşəkkür edirəm ki, Leylanın ödülünü təqdim elədi. Və Leyla, sənə uğurlar arzu edirəm qızım. Buyur, əyləş. Vaxtımız getməsin. Gülyanaq xanım, növbəti duet ortağınız. Gəl mənim mələyim. Fatimənin ifası səslənsin ki, vaxtımız getməsin. Gəl, Fatiməm, gəl. Qaytara bilərsənmi keçən ömrümü? Ayrılman edərsənmi mənim günümü? Sanki ayrı dünyanın içindəyik biz, pərişan qalıbdır bizim sevgimiz. Mən elə kövrəyəm, elə dolmuşam, bulut da yanımdan tanar geçer. Mənə gülün demə, artıq solmuşam,
Qurumuş gülləri de görüm kim seçər. Mən elə kövrəyəm, elə dolmuşam, buludda yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm kim seçər. Qaytara bilərsən keçən ömrümü, azalda bilərsən mənim zülmümü. Toxunma, qanatma yaralarımı, itirdim ömürlük sevən yarımı. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm kim seçər. Mən elə kövrəyəm, elə dolmuşam, buludda yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm kim seçər. Mən elə kövrəyəm, elə dolmuşam, buludda yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm. Təşəkkür edirik və Güləna xanım ödülünü təqdim edir Fatiməmizin və Nurayımızı dəvət edirik. Çünki saniyələrimiz, dəqiqələrimiz çox azdır. Nurayımızı da, mahnısı səslənsin, zəhmət olmasa Nurayımızın. Güləna xanım, Nurayla da duetiniz var. Və Azərbaycan Respublikasının Prezidenti Zat Aliləri Cənab Heydər Əliyev. Milyonlarla səni çox sevən insan qarşındadır, baş əyir. Sənin dünyalar fəth edən nüfuzun dəmir əyir, daş əyir. Milyonlarla səni çox sevən insan qarşındadır, baş əyir. Sənin ölkələr fəth edən nüfuzun dəmir əyir, daş əyir. Heydər vətən tarixinin ən ulu bir dahisi, ölməyən fədaisi. Heydər bəşər tarixinin ən parlaq bir işığı, bu tarixin yaraşığı. Milyonlarla sən
səni çox sevən insan qarşındadır baş əyir. Bu heykəl əzəmətin, bu nüfuzun dəmir əyir, daş əyir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bir dövlət qurdun nümunə cahana, sənin adın şöhrətli. Bir oğul bəxş etdin Azərbaycana, həm güclü, həm qeyrətli. Bir dövlət qurdun nümunə cahana, sənin adın şöhrətli. Bir oğul bəxş etdin Azərbaycana, bir sərkərdə qeyrətli. Sənin adın vətən hərdən sönməz ol tək əbədi, qəlblərdə yaşayacaq. Sənin oğlun Əroğlu ölkəli zaman zaman gələcəyə daşıyacaq. Milyonlarla sizi çox sevən insan doğma tək əzizləyir. Sən bil ki, ilhamlı Azərbaycan çox zəfərlər gözləyir. Yaşa, yaşa Azərbaycan, yaşa, yaşa Azərbaycan, yaşa aman Azərbaycan. Var olun, Nurayın da ödülünü təqdim edək və Azərbaycan Ulduzu bir istedad yarışmasının qalibi Ayla Əhmədli və finalisti Yusuf Zeynalovu dəvət edirik. Gülyaz xanımı dəvət edirik bura. Sizin duetinizdə onların rəqsləri var. Gelsin bize yar gelen de dersin gülenar, ay gülenar, ay gülenar, ay gülenar.
Gülyana xanım, Gülyaz xanım ödüllərimizi təqdim edək uşaqlara. Alqışlayaq. Azərbaycanımızın dəyərli sənətkarları Gülyaz və Gülyanaq bacıları, hər ikinizə təşəkkürümüzü bildiririk. Buyurun və sonda növbəti çıxışlarımız qaldı. Əli və Kəmal, buyurun əyləşə bilərsiniz Gülyaz xanım. Respublikamızın əməkdar artisti Nayina İbrahimovanı dəvət edirik. Azərbaycanın gözəllik simvolu statusunu daşıyan yeganə model və aktrisa. Musiqi səslənsin və alqışlarla Nayina xanımı izləyək. Sevinsin her bir ana.